Mənim problemim nədən ibarətdir? Mənim problemim ondan ibarətdir ki, bu adamlar dövlətin baş gördüyü, dövlət başçısının sərəncamı var, Nazirlər Kabinetinin göstəriş verib, orada bu işin icrası üçün şirkət ayrılıb, sonra investorlara tapşırılıb. Xətai rayon icra hakimiyyəti nə haqla girib vətəndaşların hüquqlarını tapdalayır və cənab prezidentin də adını burada hallandırır. Niyə? Səbəb nədir? Xətai rayon icra hakimiyyəti nə güdür burada? Nə məqsəd daşıyır? Xətai rayon icra hakimiyyəti nə məqsədə əhalini qaldırır? Niyə incidir onları? Valla pul qazanırsan, vətəndaşla eybi yox. Vətəndaşdan 10 manat al, 10 manat ver ona, razı sal. Get yalandan kiməsə deyirsən, hansısa nə bilim məmura deyirsən ki, mən 20 manat almışam, al 10 manata da cibə qoy da. Sən bu adamı Xətai rayon icra hakimiyyətinin məqsədi Maliyyə naziri Samir Şərifov da açıqca yazır. Vətəndaşları dövlət əleyhinə qaldırır. Prezidentin əleyhinə qaldırır. İncidir. Mən də bu fikrimi çatdırmaq istəyirəm ki, cənab prezident, bunlar sizə dost deyirlər. Dost belə qalmaqal yaratmaz. Belə dava salmaz. İnsanları qaldırmaz. Dostun, bunlar sizə dostlarsa 10 manat istəyənə 15 manat verir, yola salar. Sizə bir xələl gəlməsin. Narazılıq olmaz. Bu qalsın bir tərəfə, mən 100% inanıram. Bunu siyasət nəzarindən demirəm. Heç vaxt cənab prezident əhalinin, nəinki bizim prezidentimiz, heç bir prezident öz məmurlarına deməz ki, get cəmaatı incit, məndən razı qalsınlar. Heç kim deməz.